Əzəmətli mübahilə gününün də təbii ki, özünə xas əməlləri vardır və əvvəlki çıxışlarımda qeyd etdiyim kimi, bütün bu əlamətlər, hadisələrlə, günlərlə Rəbbim istəyir ki, bizləri tövbə istiğfarla paçlasın və bizləri pak halda bu fani dünyadan aparsın. Şeyx Abbas Qumi özünün Məfatul Cinan kitabında bu mübarək gün üçün bir neçə əməllər zikr etmişdir ki, onlardan biri də qüsl almaqdır. Əlbəttə, İnsanın boyuna eyni gündə bir neçə qüsul gələrsə, ehtiyac yoxdur bir neçə qüsul alsın eyni gündə. Bir neçə qüsulu niyyət edəcək və bir qüsul almaqla bütün qüsulları almış olacaqdır. Mübahilə günü oruç tutmaq çox tövsiyə olunmuş müstəhəb əməllərdəndir və bildiyimiz kimi qəza oruç olanlar oruçlarını qəza niyyəti ilə tutacaqlar. Mübahilə günü 2 rəkət namaz qılmaq da müstəhəbdir. Namaz eyni ilə Qədrxum günü qılınan namaz kimidir. Niyyət. Mübahilə günləri namazını qılıram, qurbətən ilallah. Namaz 2 rəkətdən ibarətdir. Hər rəkətdə Fatihədən sonra 10 dəfə İxlas surəsi, 10 dəfə Ayətəl Kürsi və 10 dəfə Qədr surəsi deyilir. Məsum imamlardan aleyhimussalamdan gələn rəvayətlərə əsasən bu namazın savabı qəbul olunmuş 100 həc və 100 ümrənin savabına bərabərdir. Namazdan sonra 70 dəfə istiğfar etmək, yəni əstəğfirullah Rabbi və atubu iləh demək, həmin günü sədəqə vermək və həmçinin İmam Əli əleyhissalamı yaxından və uzaqdan ziyarət etmək də həmin günün müstəhəb əməllərindəndir. Uzaqdan ziyarət edərək, yəni həmin günü üzə qibləyə duraraq Əssəlamu aleyk ya amiral müminin Ali ibn Əbi Talib aleyhissalam da deyərək salam verə bilərsiniz.